Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə bağlı qanunvericilik bazası nədən ibarətdir? Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyən olunması məqsədi ilə 2022-ci ilin 9 dekabr tarixində dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur. Bu qanun dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi sahəsində müxtəlif layihələrin icrası istiqamətində dövlət və özəl sektor arasında əməkdaşlıq üçün hüquqi çərçivəni müəyyən edir. Nəzərdə tutulmuş tapşırıqların icrası səlahiyyətli orqan kimi İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 mart tarixli müvafiq qərarı ilə təsdiq olunmuş dövlət-özəl tərəfdaşlıq qaydaları dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsini, təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir. Qeyd olunan qaydalar dövlət-özəl tərəfdaşlığı sahəsində müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə müvafiq prosedurları və tələbləri daha geniş təfsir edir.